Vaxtınız xeyir olsun. MİQ 2026 qəbuluna düşən sualların biri ilə tanış olaq. Deməli, təxminən sual bu formatda olubdur. Təbii ki, müəyyən cədvəl şəklində də verilə bilər, amma ümumi məqsəd bundan ibarətdir. Biz belə deyək də, necə yazaq? Biz eyni sayda karbon atomdursa, CnH2n O2 formasında yazaq. O birisini də yazaq CnH2n plus 2O. Bu da bizim spiritimizin kütləsi və bunların ümumi kütləsi bizə verir 28N plus, deməli 32 plus 18. Bu ikisi əmələ gəlir axı spirt, üstə gəlinsin turşu, əmələ gəlir mürəkkəb efir plus H2O. Ona görə mən bu kütlədən bir 18 qramda çıxdım. Bu deməli mürəkkəb efirin kütləsi olacaqdır 28N plus 32 deyə hesablayıram. Deməli 4,4 qramdan 7,2 qram əmələ gəlirsə, belə deyək, spirt turşumuzun kütləsini götürsək 14N plus 32-dən də yazaram ki 28N plus 32 qram. Və bunu başlayaq hesablamağa. Buradan hesablasaq N'in qiyməti, deməli, baxaq. N'in qiyməti buradan çıxacaqdır 4. N'in qiyməti 4-ə bərabərdirsə, CnH2n O2 mürəkkəb efirimi götürsəm, bunun molyar kütləsi 144 eləyəcək. Və ardınca hesablayıram ki, deməli, 4,4 qramdan 7,2 qramdırsa, 144-ə də M yazsam, mənim karbon turşumun kütləsi 88 qram eləyəcəkdir. Spirtin kütləsini tapmaq istəsək, 88 üstə gəlin spiritimizin molyar kütləsini M spirt yazıram. Alınır 144, üstə gəlsin 18 qram. Spiritin molyar kütləsi buradan eləyir 74. Spiritin kütləsini tapmaq istədikdə yenə 4,4 qrama deməli M qram yazıram. 88 qrama da 74 yazsam M bərabər eləyir 3,7.